Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbin şagirdləri və STEM müəllimlərinin rəhbərliyi ilə növbəli şəkildə STEM İnnovasiyalar Mərkəzində maraqlı ekskursiya təşkil edilib. Yeni Çağız xəbər verir ki, ekskursiya zamanı şagirdlər müxtəlif STEM modullarının məzmununa uyğun ayrılmış fəaliyyət zonaları ilə tanış olublar. Şagirdlərin ziyarət etdikləri fəaliyyət zonaları arasında ideya emalatxanası, robotların hazırlanması laboratoriyası, eksponat otaqları və arıların həyatı zonaları yer alıb. STEM müəllimi Rəşad Vəliyev ilə 6A sinfi ideya emalatxanasını ziyarət edərək yaradıcı düşünməyi, müxtəlif problemləri həll etməyi və yeni ideyalar yaratmağı öyrəniblər. STEM müəllimi Türkan Mirzəyev ilə isə 6C sinfi eksponat otağını ziyarət edərək fiziki hadisələri əyani şəkildə müşahidə edib və bədənlərini istifadə edərək müxtəlif təcrübələr aparıblar. Müəllim Nurani Rızazadə ilə 5A sinfi robotlar və çevrə zonasına baş çəkərək robotların ekosistemdə necə fəaliyyət göstərdiyini və ekoloji problemləri necə həll edə biləcəyini öyrəniblər. STEM müəllimi Aysel Ramazanova ilə 7B sinfi Biz enerjini tədqiq edirik modulunda maraqlı elmi fəaliyyətlərə qatılaraq enerjinin çevrilməsi və saxlanması haqqında nəzəri bilikləri praktik şəkildə tətbiq ediblər. Sinif rəhbəri Nərmin Bədirxanova ilə 2B sinfi də Arıların Həyatı adlı modul otağını ziyarət edərək arıların həyatı, bal istehsalı və təbiətdəki rolu haqqında məlumatlar əldə ediblər. Şagirdlər Arıbot adlı kiçik robotla oynayaraq alqoritmik düşüncə ilə tanış olublar. İkinci növbədə isə STEM müəllimi Ülviyə Şükürova ilə 7C sinfi enerji növləri, onun çevrilməsi və saxlanması ilə bağlı maraqlı elmi fəaliyyətlər həyata keçiriblər. Müəllim Təranə Əmiraslanlı ilə 7A sinfi eksponat otağını ziyarət edərək müxtəlif elmi təcrübələr və interaktiv təqdimatlarla tanış olublar. STEM müəllimi Ramilə Hüseynova ilə 6B sinfi robotlar və çevrə zonasına baş çəkərək robotların ekosistemə təsirini və təbiətə uyğun işləmə prinsiplərini öyrəniblər. Ülkər Süleymanova ilə isə 4A sinfi eksponat otağını ziyarət edərək fiziki və təbiət elmləri ilə bağlı əyani məlumatlar əldə ediblər. STEM müəllimi Nilufər Mədətova da 2A sinfi ilə arıların həyatı otağını ziyarət edərək arıların həyat dövrü, bal istehsalı və təbiətdəki rolu haqqında məlumat əldə ediblər.